Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Nəyə görə? Sual olunur. Nə üçün? Yüksək xidmət göstərilir. Bunu mən alqışlayıram. Doğrudan da bizim Azal şirkətimiz yüksək xidmət göstərir. Bunu Azalla gələnlər mənə deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır. Özü istehsal edir. Kerasin ucuz qiymətə verilir axı. Başqa ölkələrə nisbətən. Niyə qiymətlər baxadır? Nə üçün? Azal dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün tərələr dövlət büdcəsinə alınır. Bütün aeroportlar dövlət hesabına tikilir. Bütün şərait dövlət hesabına tikilir. Nəyə görə biletlərin qiyməti baha olmalıdır? Başqa indi ölkələrə, şəhərlərə nisbətən nə üçün? Ona görə burada da mən tapşırıram, hökumət məşğul olsun, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi məşğul olun, həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi olmalıdır ki, burada hər şey şəffaf olmalıdır və süni şəkildə qiymətlər qaldırılmamalıdır. Və bir siqnal da mənə gəlir ki, bizdə otellərin qiyməti də baxadır. Xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Bakıda indi olan otellər şəbəkələri ən mötəbər şəbəkələrdir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq 5 ulduzu olmayan otellərin qiyməti niyə baxadır? Bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, heç adam getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox belə də sadə belə yanaşırlar ki, bazardır, tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə 5 ulduzlu otellərin sayı kifayət qədər çoxdur. Çox mən buna sevinirəm. O, ölkəmizin gücünü göstərir, prestijdir bu, yəni ölkədə gedən proseslərin elə bir ki, təzahürüdür. Əgər dünyanın aparıcı 5 ulduzlu brendləri Bakıdadırlarsa, yəni Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq 3 ulduzlu otellər azdır, 2 ulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. O qədər bizdə gözəl yerlər var. Azərbaycanda elə gözəl yerlər var ki, heç yerə getmək də lazımdır. Dağ istəyirsən, dağ, meşə, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə bax, bu 3 məsələyə mütləq baxmaq lazımdır. Vizalar, biletlərin qiyməti, otellərin qiyməti və 3 ulduzlu, 2 ulduzlu otellərin tikintisi. Mədəniyyət Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda sahibkarlar da bunu eşitsinlər.